Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə Sezar salatı hazırlayacağım. Mən 2 qablıq salat hazırlayıram. Bunun üçün bizə lazım olacaq yarım toyuğun filəsi. Bunu belə nazik-nazik, doğrayıram. Üzərinə zövqə görə duz, istiot, sarı kök və 1 çay qaşığı mayonez əlavə edib qarışdırıram. Bunları belə qarışdırıb, hardasa 1-2 saat qoyuram, bastırma kimi qapaq da qoyub, duzu çəksin özünə. Sonra isə tavanı qoyuram, qızdırıram və biraz da yağ əlavə edib fileni qızardıram. O yüz tam qızarana kimi qızartmaq lazımdır. Baxın, belə hamısını qızardıb yığıram bir qaba. Qoyuram biraz soysun. Sonra isə mən bir kaha eləmişəm, bir kahadan. Bunu belə əllə doğrayıram. Üzərinə çeri pomidoru xırda-xırda, yəni ortadan bölürəm. Amma siz adi pomidoru da xırda-xırda doğrayıb qata bilərsiniz. Və üzərinə isə trikoriçki, yəni suxari çörəkləri. Mən bunu evdə bişirmişəm. Siz alınmanı da qata bilərsiniz. Və 4 xörək qaşığı mayonez. Bunları qarışdırıram. Əlavə edirəm 2 qaba. Və üzərinə bayaqları bişirdiyim toyuğun filəsi. Bunu da belə uzun-uzun doğrayıram. Bunu da qatıram. Sonra isə 3 dənə pörtənmiş yumurtanı uzun-uzun doğrayıb bunu da qoyuram. Və zövqə görə duz səpirəm. Və üstdən mozzarella pendiri mən rəndədən keçirdirəm. Siz zövqə görə başqa pendir də qata bilərsiniz. Çox dadlı, asan və tez hazırlanan salat alınır. Siz bunun öz sosundan da hazırlaya bilərsiniz, Sezar sosundan. Amma mayonezlə də çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və komment yazmağı unutmayın. Çox sağ olun.